Necə deyirlər, Ramazan ayının 17-ci günüdür. Allah hər kəsin niyyətini, orucunu qəbul etsin inşallah. Və artıq ayı yarılamışıq. Ətrafımızda da bilmirəm, əksər insanların xoş fikirlər ifadə edirlər ki, çox rahat keçir. Çünki nəzərə alsaq ki, artıq orucluq ayı qışa doğru gedir. Artıq keçən ilə nisbətən daha qısa bir müddətdir, yəni saat 7-8 işləmiş təxminən artıq iftar olur. Amma bütün günü ac və susuz qalan orqanizmimiz hər halda iftar zamanı qidalanmağa və su qəbul etməyə ehtiyac duyur. Ancaq bəzi insanlar, xüsusən də kişilər orucunu açdıqdan sonra dərhal siqaret çəkirlər. Mütəxəssislər isə belə hallarda orqanizmdə nə baş verdiyini izah edəcəklər. Ekrana yaxına eləşin ki, xəbəriniz olsun. Oruc tutmaq təkcə yeyib içmək deyil, həm də zərərli vərdişlərdən uzaq durmağa imkan yaradır. Lakin bəzi insanlar iftar zamanı ilk olaraq siqaret çəkirlər. Bu qədər ac qaldıqdan sonra nikotin orqanizmə necə təsir edir? Gün ərzində yeməksiz və susuz qalmağa, bədəndə suyun azalması və qan dövranında suyun azalması tromboz riskini artırır. Bundan əlavə siqaret çəksək, bundan dərhal sonra siqaret damarlarda 20 dəqiqəyə qədər spazm yaradır və tromboz, damar tutulması, kəskin miokard infarktı dəfələrcə artır. Gün boyunca ac qalan insanın iftardan sonra ürək döyüntüləri sürətlənir. Bu zaman siqaret çəkdikdə qanda qatılaşma yaranır, damarlarda təzyiq çoxalır. İftardan dərhal sonra çəkilən siqaret iflic olma riskini təxminən 10 dəfə artırır. Ona görə də siqaret istifadəçiləri bu aylarda daha çox diqqətli olmalıdır.